siz aparıcıların kiməsə elə bir dişi batanda ona diyorsunuz bayağıdır. Gördünüz ki dişiniz batmır, Aha. yola versiniz gedir. Kim deyir onu? Ah, mən sana deyirəm, mən Rüfət İndi nasıl? bax bu gün sənin şeirindən, Şeirimi mənə qoya qırağı, hələ qaldı Rüfət qırağı. Elə müğənnilər var ki, Respublikada yəni çox belə məşhur. Siz onun mahnılarına söz deyəmərik. Bayağı deyə bilməzsiniz. Nə danışırsan? Mən bildiyim Onda verilişlərə baxmırsınız. Mən demək olar ki, verilişlərə baxmasam da sosial şəbəkədə aktiv olan adamam. Siz aparıcılar kimə dişiniz batır, onu tənqid edirsiniz. Ancaq şəxsi mövqeyinizi ki, hansı mahnılar ki, hansı müğənnilər mahnılar ki, bəsitdir, bəsit. Hansını deyirəm mən deyim. Mən onu demərəm çünki... Yox, reklam fasiləsi zamanı Həm deyirəm. reklam fasiləsi zamanı da demərəm çünki o qaydandan sonra sən deyəcəksən. Tamam. O qədər hamımızın dəyər verdiyi müğənnilər var ki, siz onlar bura gələndə sonra deyə bilməzsiniz. Bir var deməzsiniz, deyə bilməzsiniz. Elə bir şəxs yoxdur ki, haqdır bu və bu efirdə deyilə biləcək bir sözdür və mən onu deməyim. Bu belə bir şey yoxdur. Mən həmin adamın adını deyəcəm. Bəli. Sən desən ki, sən düz deyirsən, bir nəfər adam var, zəng edin ki, çıxar veriş onu. Əgər sən desən ki, yox, Rüfət, sən səhv deyirsən, ürəyin istədiyin yerdə bu adamları götürüb cebindən yeyib ismi verəcəksən. Yox, sən nəyisə düz deyə bilərsən. Bəs mən deyirəm. Yox, bunun mənim efirdə deyib deməməyimdən də. Demirsiniz də. Mən də deyirəm ki, sən o sözü denən mənə və bu efir qaydalarına uyğundursa, mən onu efirdə deməsəm deyərsən ki, sən zəifsən. Yox, indi özü yoxdur axı burada. Yox, gələn həftə olsun. Sən bugün denən veriliş bitəndə, Talib Taliyin yanında, Canan yanında. İnanırsan ki, sən onu orada da deyəməzsən. Haqdırsa, efir qaydalarına zidd deyilsə, inan Allah, elə bir kəs yoxdur ki, mən cümlə deməyim. Yaxşı. Ha, dediyim kimi, efir qaydaları Tam efir qaydalarına uyğundur, tam efir qaydaları. sənə təsir eləyən, mənim sənə ifa etdiyim mahnılar bayağıdır mı dediyim? Yox, mən özüm üçün oxuyuram. Mən demirəm ki... Sən özün üçün oxumursan, qardaş, onda tamaşaçılara niyə paylaşırsan? YouTube'a niyə yerləşdirirsən? Mən maraqlıyam ki da, maraqlıyam. Yox, özün üçün oxuya bilməzsən. Öz kanalım. Onda ged evdə oxu da, qardaş. Öz kanalıma yerləşdirirəm də, onu Zaurun kanalına yerləşdirmirəm ki. Gəlib burada efirdə oxuyursan. Zaman öz kütləm üçün oxuyuram da. Onda özün üçün deyil də, kütlə varsa, Öz kütləmdir. insanlardır da. Hazırlıqlı gəlmişsən. Mən həmişə hazıram da. Yox, bu cür gəlməmişdim də, heç var. Necə gəlim, necə? Son 10 dəqiqə. Mən aylığım, səndən bugün işim var.